Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Sualımıza qeyd edirik ki, 2-ci Qarabağ müharibəsinə aid olan hadisələrin düzgün xronoloji ardıcıllığını müəyyən edin. Burada qeyd edirik ki, düzgün xronoloji ardıcıllığını müəyyən edin. Şuşa müqaviləsinin imzalanması, Şuşa bəyannaməsinin imzalanması 2020-ci ilin iyulun 15-dədir. Deməli, bu Qarabağ müharibəsindən sonraki dövrə aid olduğu üçün bunu götürmürük. Qarabağ mövzusu adlanan döyüş planının icrası mövcud idi. Çünki o vaxt hansı ki düşmənə qarşı pilotsuz hava hücumlardan, yəni PUA-lardan istifadə, yalançı təyyarələrdən istifadə deməli mövcud idi və hansı ki düşmənin hava hücumundan müdafiə qüvvələrini aşkara çıxartmaq üçün idi. Bu Vətən müharibəsi dövrünə aiddir, yəni götürə bilərik. Yəni, Vətən müharibəsinin ilk dövrlərində də tətbiq olunub. Şuşanın işğaldan azad edilməsi 8 noyabr tarixindədir. Bu da 2020-ci il 8 noyabr tarixində doğrudur. Qubadlı rayonunun işğaldan azad edilməsi də mövcuddur. Çünki 25 oktyabr 2020-ci ildə Qubadlı rayonunda işğaldan azad edilmişdir, düzdür. Qisas əməliyyatı 2022-ci ildə baş verdiyinə görə burada Qırxqaya və Sarıbaba yüksəlikləri azad edilmişdir. Bu Vətən müharibəsindən sonraki dövrə aiddir. Ona görə də 5-i götürməyəcəyik. Son mismarın vurulması isə 2024-cü ildə baş verən hadisədir. Deməli, 6 rəqəmdə göstərilməz. Amma tək bundan işimiz bitmir. Çünki biz bunları ardıcılıqla düzməliyik. İlk öncə Vətən müharibəsinin dövründə baş verən Qarabağ mücüsü adlanan döyüş planı baş verir. Yəni 2 olub. Sonra Qubadlı rayonunun işğal olunub. Yəni birinci olur 2, sonra olur Qubadlı rayonunun işğaldan azad edilməsi 4 və Şuşanın işğaldan, deməli bir də digər isə Şuşanın işğaldan azad olması 2, 4, 3, yəni A variantı doğru cavabdır. Diqqətiniz üçün təşəkkür edirik.